Başlanğıcda mən də qorxurdum. Birdən bacarmaram, birdən alınmaz, insanlar nə deyər? Amma sonradan anladım ki, özgüvən sonradan yaranır. Uğur sonradan yaranır. Təcrübə zamanla yaranır. Heç kim mükəmməl olduğu bir nöqtədən başlamır. Hər kəs sıfırdan və təcrübəsizlikdən başlayır. Bəlkə də hal-hazırda səni saxlayan şey problemlər deyil, evdəki qadağalar deyil, ətrafdakı düşüncələr deyil. Səni saxlayan şey sadəcə öz içindəki qorxudur. Və unutma, ilk addımda elə o qorxunu yenib ilk addımı atmaqdan başlayır. Əgər sən də başlamaq istəyirsənsə, bu videonun yorumuna start yaz və məndən yeni başlayanlar üçün olan ilk 5 addım bu mövzunun PDF-ini pulsuz şəkildə əldə et. Və yaxud da komandanda bu problemlə qarşılaşan və yaxud da başlamağa cəsarət edə bilməyən varsa, videonu ona göndər və PDF-i əldə etsin. Faydalı məlumatlar üçün səhifəmi izləməyi unutmayın.